Salam şagirdlər, mən Allahverdiyeва Nərmin müəllimə. Bu videoda mən sizin üçün 8-ci sinif yeni dərslikdən heyvanlarda cinsi çoxalma mövzusunun izahını paylaşacağım. Biz bilirik ki, heyvanlarda ümumiyyətlə canlıların əsas xüsusiyyətlərindən biri də çoxalmadır. Çoxalma cinsi və qeyri-cinsi yolla baş verə bilər. Qeyri-cinsi çoxalmanın cinsi çoxalmadan bir sıra fərqli xüsusiyyətləri vardır. Qeyri-cinsi çoxalmada bir fərd iştirak edir. Əgər bu calaqla çoxalmadırsa, bu zaman 2 fərd iştirak edir. Cinsi çoxalmada isə adətən 2 fərd iştirak edir. Əgər bu partogenetik yolla çoxalmadırsa, bir fərd iştirak edir deyirik. Qeyri-cinsi çoxalma zamanı meyoz bölünmə baş vermir və yalnız hüceyrələr mitoz yolla bölünür. Cinsi çoxalma zamanı isə meyoz bölünmə baş verir. İndi ola bilər ki, cinsi çoxalma zamanı deyirik ki, qametlər əmələ gəlir, qeyri-cinsi çoxalma zamanı qametlər əmələ gəlmir. Ola bilər ki, cinsi çoxalma zamanı burada qametlərin əmələ gəlməsi mitoz yolla baş versə, məsələn, bitkilərdə qametlərin əmələ gəlməsi mitoz yolla baş verir, amma qametə baş verən hüceyrələr meyoz yolla bölünür. Yəni demək ki, qametlərin əmələ gəlməsi prosesində, yəni cinsi çoxalma prosesində mütləq şəkildə meyoz bölünmə baş verir deyirik. Amma cinsi çoxalmada isə qeyri-cinsi çoxalmada isə meyoz bölünmə baş vermir. Amma heyvanlarda qametlərin əmələ gəlməsi prosesi meyoz yolla baş verir. Qeyri-cinsi çoxalan orqanizmlərdə yaranan fərdlər yalnız ananın xüsusiyyətlərini daşıyır və ətraf mühit şəraitində davamsız olurlar. Amma cinsi çoxalma zamanı əmələ gələn fərdlər həm atanın, həm ananın qametlərinin birləşməsi ilə əmələ gəldiyinə görə hər ikisinin xüsusiyyətlərini daşıyır deyirik. Ona görə də ətraf mühit şəraitində daha davamlı olmuş olurlar. Bu da belə. Və cinsi çoxalma dedik ki, qametlərin əmələ gəlməsində baş verir. Heyvanlarda qametlər yumurtalıqlarda yumurta hüceyrə əmələ gəlir. Yumurtalıqda əmələ gələn qamət yumurta hüceyrə, toxumluqda əmələ gələn qamət isə spermatozoid adlanır. Və yumurta hüceyrə burada şəkildə də görsəndiyi kimi nüvəsi var və sitoplazması var, onu əhatə edən membranı var. Etit qida maddələrlə zəngin olur, ona görə spermatozoiddən böyük olur. Sürünənlərdə və quşlarda yumurta sarısı ilə yumurta hüceyrəsi yumurta sarısı ilə daha zəngin olduğuna görə onların yumurta hüceyrəsi daha iri olur. Amma bəzi canlılarda, məsələn, ali məməlilərdir, neştərsədir, dərisi canlılardır. Bunlarda yumurta sarısı nisbətən az olur deyə, ona görə onların yumurta hüceyrəsi bu digərlərin nisbətən kiçik olur və deyirik ki, yumurta hüceyrə hərəkətsiz olur. Spermatozoidlər isə toxumluqlarda hazırlanır, erkək qamətlərdir. Spermatozoid başçıq, boyuncuq və quyruqdan, yəni qamçı hissədən ibarətdir. Maylanma prosesində isə yalnız başçıq hissə, yəni maylanmada yumurta hüceyrə ilə birləşən yalnız başçıq hissə olur və etil qida maddəsi ilə zəngin olmur. Qamçısı olduğuna görə hərəkətlidir deyirik və yumurta hüceyrə ilə spermatozoidin maylanması zamanı zigot əmələ gəlir ki, bu proses maylanma adlanır və orqanizmlərin heyvanlarda fərdi inkişaf maylanma prosesi ilə başlayır deyirik. Və bitkilərdə cinsi çoxalma. Siz bitkilərdə cinsi çoxalmanı 7-ci sinif dərsində müəyyən qədər öyrənmisiniz. Bu hissədə də sadəcə kiçik bir nüans kimi verilib, amma mən bunu biraz ətraflı izah etmək istəyirəm. Əgər bu, belə deyək də, örtü toxumlu bir bitkidirsə, deməli, mütləq şəkildə burada ikiqat maylanma prosesi baş verir. İkiqat maylanma prosesi necə baş verir? Deyirik ki, əgər bu iki cinsli bir bitkidirsə, yəni həm erkəkcik, həm dişicik eyni bir çiçəkdədirsə, erkəkciklərdə deməli erkək qametlər, dişiciklərdə isə dişi qametlər əmələ gəlir, maylanma baş verir və orada toxum əmələ gəlir. Əgər bu iki cinsli deyilsə, yəni dişi bitkidə sadəcə dişicik, erkək bitkidə erkəkcik varsa, bu zaman erkək bitkinin tozcuqları dişi bitkinin dişicik ağacına daxil olur və maylanma baş verir. Və yaxud da ola bilər ki, burada şəkildə göstərildiyi kimi iki cinsli bitkidir, amma erkəkciklər dişicikdən aşağıda yerləşir və maylanma prosesi çarpaz gedir. Yəni, erkək bitkidə əmələ gələn, deməli, eyni bir bitkinin üzərində həm erkəkcik, həm dişicik var, amma maylanma çarpaz getdiyinə görə bitkinin tozcuqlarında əmələ gələn bu qametlər deməli, tozcuqlar şəklində elə dişi bitkiyə, yəni digər bir bitkiyə dişiciyinə daxil olur və maylanma prosesi baş verir və toxum əmələ gəlir. İndi bundan daha ətraflı danışacağıq. Deməli, əgər bu erkəklikdə əmələ gələn prosesdirsə, belə izah edirik. Burada tozluqlarda çoxlu tozcuqlar olur. Bunlar əmələ gətirir
Deməli, hər birindən 4 hüceyrə əmələ gəlir. Bölünür və meyoz yola bölünür, 4 hüceyrə əmələ gəlir. Dedik ki, əgər bu cinsi çoxalmadsa mütləq meyoz bölünmə baş verir. 4 hüceyrə əmələ gəlir və bunlar adlanır mikrospor. Bunların hər biri qametə çevrilir. Amma biz burada bir dənəsində olan prosesdən danışacağıq. Tutaq ki, bir dənəsidir və bir dənəsi bölünür 2 yerə, vegetativ nüvə və generativ nüvə əmələ gətirir. Vegetativ nüvə toxuq borusu əmələ gəlməsində iştirak edəcək, generativ nüvə isə 2 dənə spermiyə çevriləcək ki, bu spermlərdə mayalama prosesində iştirak edəcək. İndi dişi bitkidə baş verən prosesləri danışaq. Deməli, dişi bitkinin rüşeym kisəsində bir hüceyrə bölünür. 4 hüceyrə əmələ gəlir. Dedik ki, meyoz bölünmə mütləq olmalıdır. Meyoz bölünmə yolu ilə 4 hüceyrə əmələ gəlir və bunların 3-ü məhv olur, biri qalır. Və bu bir dənəsi adlanır megaspor. Sonra bu megaspor adlanan hüceyrə belə deyək də, ardıcıl olaraq 7 dənə mitoz bölünmə keçirməlidir. Birinci 2 dənə belə deyək, bir dənə mitoz bölünmə keçirilir və 2 dənə hüceyrə əmələ gəlir. Ondan sonra bunların hər biri yuxarı qütbə keçir, biri aşağı qütbə keçir. Bunların hər biri yenə mitoz bölünmə keçirir. Burada bir dənə də mitoz bölünmə baş verir. 2 dənəsi əmələ gəldi. Sonra bunların hər birindən yenə də mitoz bölünmə baş verir və ikinci mitoz bölümü oldu. Bu isə üçüncü mitoz bölümü oldu yuxarıda. Və hərəsindən 4 dənə hüceyrə əmələ gəldi. Eyni proses burada da baş verir. Bir dənəsi bölündü. 2 dənəsi əmələ gəldi. Sonra 2 dənəsi də bölündü. Hərəsindən 2 dənəsi əmələ gəldi. 4 dənə əmələ gəldi. Yəni 8 hüceyrə əmələ gəldi. 4-ü yuxarıda, 4-ü isə aşağıda oldu. Deməli, bir dənə mitoz burada baş verdi. 6 dənə mitoz da burada baş verdi. Cəmi 7 dənə mitoz bölünmə baş verdi. Ondan sonra dedik ki, 4 dənəsi yuxarı, 4 nüvə yuxarıda, 4-ü isə aşağıda olur. Ondan sonra bu 2 dənəsi, fərq yoxdur, hər hansı 2 dənəsi, yəni biri yuxarıdan, biri aşağıdan gəlib, birləşir və mərkəzi nüvəni əmələ gətirir. Mərkəzi hüceyrəni əmələ gətirir deyirik. Ondan sonra erkək bitkidən deməli, vegetativ nüvə gəlir, toxuq borusunu əmələ gətirir, generativ nüvə isə 2 dənə sperm əmələ gətirir. Və bu spermlərdən biri mərkəzi hüceyrə ilə birləşir və əmələ gətirir. Deməli, mərkəzi hüceyrə ilə birləşir spermi, əmələ gətirir endospermi və digər deməli, spermi isə digər bir hüceyrə ilə birləşir ki, bu hüceyrənin bir dənəsinin nisbətən iri olur və bu yumurta hüceyrəyə çevrilir və həmin hüceyrə ilə birləşir, yumurta hüceyrə üstə spermi birləşib əmələ gətirir zigotu və ikiqat mayalama prosesi baş verdi. Bundan sonra artıq toxum əmələ gəlir və deməli, ikiqat mayalama prosesində bir toxumun əmələ gəlməsində 3 dənə qamet iştirak edir, 2 dənə spermi, bir dənə yumurta hüceyrə və 4 dənə hüceyrə iştirak edir, bir dənə mərkəzi hüceyrə, 2 dənə spermi və bir dənə yumurta hüceyrə. Qamet deyəndə mərkəzi hüceyrəni götürmürük, digərini götürürük. Sonra əgər bizə desək ki, ikiqat mayalama prosesində dişi bitkinin rüşeym hissəsində neçə hüceyrə mayalamada iştirak eləmir? Deyirik 5 dənə. Görürsünüz ki, baxın, burada bir dəqiqə, baxın, bu. Görürsünüz, bunlar ikiqat mayalama prosesində iştirak eləmədilər. Cəmi neçə dənədir? 5 dənə. Bu da oldu ikiqat mayalama prosesi. Ondan sonra deməli heyvanlarda da cinsi çoxalma prosesində məsələn danışa bilərik ki, burada triton göstərilib, erkək triton spermatozoidlər hazırlayır, dişi triton yumurta hüceyrə hazırlayır, mayalama baş verir. Görürsünüz ki, burada mayalama prosesində spermatozoidin başlıq hissəsi daxil olur və yumurta hüceyrə ilə onun başlıq hissəsi birləşir və zigot əmələ gəlir. Zigotdan da yeni orqanizm inkişaf edir. Yəni zigot bölünəcək, yeni orqanizmə rüşeymə çevriləcək, zigot bir hüceyrəli olur və bölünür, çox hüceyrəli rüşeymə çevrilir, ondan da yeni orqanizm inkişaf edir. Və əgər dişi və erkək orqanları ayrı-ayrı fərdlərdə olarsa, bu ayrı cinsli adlar. Məsələn, görürük ki, tritonlarda erkək triton ayrıdır, dişi triton ayrıdır. Deməli, bu ayrı cinsli oldu. Əgər bir fərddə hər iki cinsi orqan iştirak edərsə, bu isə adlanır hermafrodit. Yəni, bir fərddə elə canlılar vardır ki, onlar eyni bir fərddə, məsələn, mollyuskularda, yastı və həlqəvi qurdlarda, bəzi balıqlarda eyni bir fərddir, amma üzərində həm erkək, həm dişi cinsi hüceyrələr əmələ gəlir ki, buna da hermafrodit orqanizmlər deyirik. Və 7-ci sinif dərsindən yəqin ki, yadınızdadır, hermafrodit bitkilər də deyirdik. Yəni, iki cinsli bitkiləri biz hermafrodit bitkilər deyirik.
Mayləmə prosesi, deməli mayləmə prosesi erkək və dişi qametin nüvələrin birləşməsi zamanı yaranır. Burada da şəkildə göstərilib. Çoxlu spermatozoid daxil gələ bilər, amma hamısı birləşmir. Bir dənəsi birləşdi və çox hüceyrəli ziqot, deməli ziqot bir hüceyrəli ziqot yarandı. O da bölündü, bir neçə dəfə bölündü və çox hüceyrəli rüşeymə çevrildi ki, o da yeni orqanizmə başlanğıc verəcək. Burada isə hidranın çoxalması göstərilib. Erkək hidradan spermatozoidlər, dişi hidradan yumurta hüceyrə əmələ gəlir və bir dənə spermi bir dənə yumurta hüceyrə ilə birləşir, bir dənə ziqot əmələ gəlir, ondan da bir dənə hidra inkişaf edir. Mayləmə prosesi dişi fərdin bədənindən kənarda gedərsə, bu olur xarici mayləmə. Əgər daxilində gedərsə, olur daxili mayləmə. Xarici mayləmə əksər hallarda su mühitində yaşayan orqanizmlərdə gedir və bunu məsələn bağırsaq boşluqları, sudoqurda yaşayanları, qurbağaları, balıqları göstərə bilərik. Və xarici mayləmə olan orqanizmlər adətən çoxlu yumurta əmələ gətirirlər. Çünki onların belə deyək də qorunma şansı çox olmadığı üçün onlar belə deyək də xaricdə olur və yırtıcıların hücumuna daha çox məruz qala bilərlər. Ətraf mühitin əlverişsiz şəraitinə daha çox məruz qala bilərlər deyə ona görə onlar qoruna bilmirlər və çox hissəsi tələf olur. Yəni oradan bala çıxana kimi çox hissəsi tələf olmuş olur. Ona görə də onlar daha çox yumurta qoyurlar. Və daxili mayləmə gedən orqanizmlərdə, məsələn, buğmayıqlarda, sürünənlərdə, quşlarda, məməlilərdə qametlərin birləşməsi yolu ilə baş verir. Bu da daxili mayləmə. Sonra təbiətdə bəzi canlılarda mayləmə getmədən də dişi qametdən yeni orqanizm əmələ gələ bilir. Bu partenogenez çoxalma adlanır. Bundan da danışdıq bir qametin iştirakı ilə. Yəni burada niyə biz buna bir fərd iştirak edirsə, niyə buna qeyri-cinsi çoxalma demirik? Çünki burada mütləq qamət əmələ gəlir. Və bunları da bal arılarında, dafniyalarda, mənələrdə müşahidə edə bilərik. Partenogenez çoxalma necə baş verir? Tutaq ki, bu erkək bir arıdır və dişi bir arıdır. Erkək arılar adətən deməli, belə deyək də, spermatozoid hazırlayır, amma onlar en xromozom sayına malik olduğu üçün, yəni haploid xromozom sayına malik olduğu üçün, onların qametləri də en xromozom sayına malik olur və bu mitoz yolla baş verir. Dişi fərd isə yumurta hüceyrə əmələ gətirir qamət olaraq və dişi və 2 xromozom sayına malikdir və qamətdə en xromozom sayına malik olduğuna görə bunlar artıq meyoz yolla baş verir deyirik. Əgər bunlarda mayləmə baş verərsə və ziqot əmələ gələrsə, bunlardan əmələ gəlir ana arı və işçi arılar. Əgər partenogenez yolla baş verərsə, yəni sadəcə dişi qametin mayləmə baş vermədən öz-özünə çoxalması zamanı əgər çoxalma prosesi baş verərsə və yeni orqanizm əmələ gəlirsə, bu zaman erkək fərd əmələ gəlir ki, erkək arı əmələ gəlir ki, buna da deyirik partenogenez çoxalma. Sonra deyirik ki, heyvanlarda doğumdan sonraki və rüşeym qabıdan çıxan dövrdə iki yolla baş verə bilir. Düzünə inkişaf və dolayı inkişaf. Düzünə inkişafda sürfə mərhələsi olmur. Bu zaman yetkin fərdə oxşayan orqanizmlər əmələ gəlir. Məsələn, deyir ki, yumurta artıq yumurtadan da yetkin fərd əmələ gəlir. Buna zəriləri, hörümçəkləri, toxayıqları, sürünənləri, quşları, mərmərləri misal göstərə bilərik. Amma dolayı yolda inkişaf edənlərdə isə sürfə mərhələsi olur və burada yumurtadan çıxan sürfələr bir neçə inkişaf mərhələsi keçirdikdən sonra yetkin fərdə və bu belə deyək də dolayı yolla inkişaf edən canlılarda ola bilər ki, tam çevrim olsun və yaxud da natamam çevrim olsun. Əgər yumurta, sürfə, pub və yetkin fərd olursa, ya yumurtadan sürfə çıxır, o pub mərhələsini keçirdir və yetkin fərd olursa, bu olur tam çevrilmə. Əgər yumurtadan sürfə çıxır, oradan da birbaşa yetkin fərd əmələ inkişaf edirsə, bu olur natamam çevrilmə və bu cür dolayı yolla inkişaf edən canlılar deyirik metamorfozla çoxalır. Yəni metamorfoz dolayı inkişaf deməkdir. Və burada məsələn bəzi canlılarda partenogenez göstərmişdir ki, bu canlılarda partenogenez müşahidə olunur. Sfoid meduzalarda dolayı inkişafdan danışaq. Sfoid meduzalar görür ki, burada erkək və dişi fərd qametlər əmələ gətirir. Qametlər maylanma belə keçirir. Ziqot əmələ gəlir. Ziqotdan planula adlanan sürfə inkişaf edir. Belə də yumurta əmələ gəlir. Ondan planula adlanan sürfə inkişaf edir və o çevrilir polipə. Polip adlanan sürfəyə çevrilir. Sonra bu tumurcuqlama keçirilərək bir neçə dəfə bölünür və hər birindən yeni bir cavan meduzalar, sfoid meduzaları inkişaf edir. Burada da tam çevirmə və qeyri-tam çevirmə göstərilib.
Hər birindən danışdıq. İndi keçdik öyrəndiklərinizi tətbiq edin hissəsinə. Baxırıq, deyir ki, cədvəl tamamlayın. Valideyn fərdlərin sayı qeyri-cinsi çoxalmada 1 fərd iştirak edir, cinsi çoxalmada 2 fərd iştirak edir, qamət əmələ gəlmədə qeyri-cinsi çoxalmada qamət əmələ gəlmir, cinsi çoxalmada əmələ gəlir. Spermatozoidlə yumurta hüceyrənin birləşməsi cinsi çoxalma üçün xarakterdir. Nəsil sayı qeyri-cinsi çoxalmada nəsil sayı daha çox olur, cinsi çoxalmada nisbətən az olur. Valideyn fərdlərdə oxşarlıq qeyri-cinsi çoxalmaya daha çox oxşardır. Yəni orada yalnız analıq xüsusiyyətlərini daşıyır. Nəsil qayğısına qalmaq cinsi çoxalmada daha yaxşı inkişaf edib. Nəslin sağ qalma ehtimalı isə cinsi çoxalmada daha çoxdur. Və öyrəndiklərinizi tətbiq edin hissəsi, burada müzakirə edin hissəsi var. Hansı maylama üsulunda nəslin sağ qalma ehtimalı daha yüksəkdir? Dedik, cinsi çoxalma. Çünki burada həm erkək, həm dişi fərdin xüsusiyyətləri daşıyır, yenilik əmələ gəlir. Bu da ətraf mühit şəraitinə daha yaxşı uyğunlaşa bilir. Sizin fikrinizcə hansı çoxalma üsulunda nəsil ətraf mühit şəraitinə daha yaxşı uyğunlaşır? Bunu dedik. İnkişafı tam çevirmə yolu ilə gedən həşəratlarla inkişafın atamı çevirmə yolu ilə gedən həşəratlar arasında hansı fərq var? Tam çevirmə ilə gedənlərdə burada deməli pub mərhələsi də olur, amma natamam çevirmə ilə gedənlərdə pub mərhələsi olmur. Öyrəndiklərinizi yoxlayın. Nəyə görə partikeniz cinsi çoxalma üsulu sayılır? Onun orqanizm üçün nə əhəmiyyəti var? Partikeniz ona görə cinsi çoxalma üsulu sayılır ki, onun qamət əmələ gəlir. Yəni qamət əmələ gəlirsə, deməli bu mütləq cinsi çoxalmadır. Orqanizm üçün əhəmiyyəti ola bilər ki, yəni burada 2 fərd iştirak etmir də, 1 fərdin iştirakı ilə yaranır. Yəni ikinci bir fərdə ehtiyac qalmır. Belə, həm də ki, əgər bu xüsusiyyətləri qoruyub saxlamaq istəyiriksə, onda partikeniz yola çoxalanda, yəni sadəcə analıq xüsusiyyətləri bizim üçün önəmlidirsə, analıq xüsusiyyətlərini daşıyır. Daxili müayinləmənin xarici müayinləməyə nisbətən üstünlükləri nədir? Daxili müayinləmədən nəslin sağ qalma ehtimalı daha çoxdur, qorunur. Ya xarici müayinləmə hansı xüsusiyyətlərinə görə fərqlənir? Dedi, yəni burada suda müayinləmə gedir, xarici müayinləmə baş verir. Yəni nə üçün dolayı inkişafın sonradan əmələ gəlməsini ehtimal edirlər və bunun bioloji əhəmiyyəti nədir? Bioloji əhəmiyyəti ola bilər ki, məsələn, bəzi canlılar var ki, oturaq həyat dərsi keçirirlər. Məsələn, anatomiya 6-cı sinifdə təbiət dərsində bu 5-ci sinif təbiət dərsində canlıların müxtəlifliyi hissəsində anatomiyanın adını eşitmisiniz. Məsələn, o belə deyək, oturaq həyat dərsi keçirir. Əgər eyni yerdə oturub qalsa, bunun yayılması üçün, qida axtarması üçün əhəmiyyətli olmaz. Amma onun sürfəsi var və dolayı yola inkişaf etdiyi üçün sürfəsi var və sürfəsi parazit həyat dərsi keçirdiyi üçün digər balıqlarla falan paraziti gedir və onların hesabına başqa yerlərə yayılır. Ya bu da onun daha əraziləri yayılması üçün, qida axtarması üçün daha əhəmiyyətli olur deyə bilərik. İzah bu qədər şagirdlər, hər biriniz uğurlar, sağ olun.